Salam, hər vaxtınız xeyir. Bu gün Səfəvilərə aid sual izahına baxacağıq. Əslində asan bir sual olsa da yenə də izah eləmək istədim. Sualın şərtində deyilir ki, Səfəvilərə aid olan, ancaq Səfəvi dövlətinə aid olmayan döyüş seçin. Bilirik ki, Səfəvi dövləti 1501-ci ildə yaranmışdır və A variantında verilən Çaldıran döyüşü Səfəvi-Osmanlı müharibəsinə aiddir və 1514-cü ildə baş vermişdir. Deməli, bu Səfəvi dövlətinə aiddir. Mərv döyüşü isə 1510-cu ildə Səfəvilərlə Şeybanilər arasında baş vermişdir. Deməli, bunu da dövlətə aid götürə bilərik. Samur döyüşü isə xeyli əvvəl hələ Səfəvi dövləti yaranmamışdan Şeyx Cüneyd və Şirvanşah Qaraqoyunlu qüvvələr arasında baş vermişdir. Və digər döyüşə baxdıqda o isə Sufyan döyüşüdür. Sufyan döyüşü isə 2 dəfə baş vermişdir. 1585 və 1605 və hər iki dövrdə də Səfəvilər dövləti mövcud idi. Bunun üçün D variantı da cavabımıza uyğun gəlir. Yəni burada yanlış variant kimi C variantını götürürük. Səbəb nədir? Bu zaman Səfəvi dövləti yaranmamışdı. Səfəvi dövlətinə aid bir hadisə götürmək üçün 1501-dən sonranı götürməliyik.